Sən kimsən? Mən Şah İsmayıl Səfəvi. Sən o dini iki yerə bölən adamsa? Yox, adamı iki yerə bölənəm. İsmailin irəlilədiyini eşidən Əlvənd Osman Sultan Türkmən adlı sərkərdəsini 10 minlik qoşunla onun yolunu kəsməyə göndərdi. Sultanın Azərbaycanı iki yerə böldüyü bəs deyil, daha da parçalamaq niyyətindədir. Bəli. Nə? Hey, daş, Arazın otayının dərdi sənin üçün azlıq eləyir. Hələ bu tərəfə də... Arazın o tayda, bu tayda mənim doğma el obamdır. Elində o başı bu başı olmaz, bunu sırğa elə az qulağından. Bəkeş, hop. Qulverçilərini də yığışdır, rədd ol buradan. Daş, bəs şahın fərmayişi necə olsun? İsmail təklifi rədd edib amalının birləşdirilmiş dövlət olduğunu, mal-mülk üçün döyüşmədiyini hamıya sübut etmişdi. Bu hadisədən qısa bir vaxt sonra 1501-ci ilin ortalarında Şah və Əlvənd Mirzə Şərur düzündə qarşı-qarşıya gəldilər. Hər iki ordu Azərbaycan türklərindən ibarət idi. Əlvəndin 30 min qoşununa nisbətdə Şah İsmailin 10 min qoşunu var idi.